15-ci dərs olur planlaşdırma. Planlaşdırma haqqında gələk ilk olaraq əvvəldə verilən məlumatlara baxaq. Sonra ayırd eləyək ki, planlaşdırma neçə yerə bölünür, nələrdən ibarətdir. Deməli, planlaşma prosesinə müasir bir yanaşma var. Bu müasir yanaşmanın adı nəticədən planı almadır. Nəticədən planı alma nədir? Nəticədən planı alma odur ki, biz əvvəlcə nəticələri müəyyənləşdiririk. Əvvəlcə ilk olaraq sonda əldə etməli olduğumuz nəticələr əvvəlcədən müəyyənləşdirilir və bu nəticələrə uyğun biz qiymətləndirmə üsul vasitələrini seçirik və bundan da əlavə olaraq nəticələrə uyğun olaraq fəaliyyətləri seçirik. Və bu fəaliyyətlər də hamısı nəyə uyğun olur? Nəticələrə, yəni əvvəlcədən müəyyənləşdirdiyimiz nəticələrə və qiymətləndirmə də nəticələrə uyğun olur. Və bu yanaşma həm illik, həm də gündəlik planlaşdırmaya aid olan bir yanaşmadır. Yəni biz həm gündəlik planlaşdırmada, həm də ki illik planlaşdırmada ilk öncə nəticələri müəyyənləşdiririk, sonra nəticələrdən qiymətləndirməni ona uyğun olaraq müəyyənləşdiririk, sonra isə eyni variantda həm də fəaliyyətləri nəticələrə uyğun olaraq müəyyənləşdirmiş oluruq. İndi bunu bir cədvəl üstündən baxaq, daha dəqiq onda başa düşək. Baxın, bu bizim gündəlik cari planlaşdırmamız haqqında verilən bir cədvəldir. Və gündəlik cari planlaşdırma bizim bir dərs ərzində istifadə etdiyimiz planlaşdırmadır. Və bundan əlavə illik planlaşdırmamız da var. Və illik planlaşdırmada da eynən biz nə edirik? İlk öncə biz nəticələri müəyyənləşdiririk, sonra qiymətləndirməni müəyyənləşdiririk, sonra isə fəaliyyətləri müəyyənləşdiririk. İndi illik planlaşdırma haqqında da göstərəcəm. Sadəcə olaraq burada ümumi olaraq nəticədən plan almanın sxemi verilib. Bu sxemi sizə izah etməyə çalışırıq. Deməli nədir? Biz kurikulumun nəticə yönümlü prinsipini keçmişdik. Orada deyirdi ki, nəticələr əvvəlcədən müəyyən olunması nəticə yönümlü prinsipinə əməl olunmağı deməkdir. Və bu kurikulumun əsas prinsiplərindən biri idi ki, nəticələri mütləq formada əvvəlcədən müəyyənləşdirməli idi və işimizi də ona uyğun qurmalıydıq. Bir müəllim dərsə girir və dərsin planlaşdırmasını əvvəlcədən eləyir. Və bu müəllim gündəlik, yəni cari planlaşdırmanı əvvəlcədən və yaxud da illik planlaşdırmanı əvvəlcədən müəyyənləşdirəndə ilk öncə nəticələri müəyyənləşdirmiş olur. Amma biz burada çox vaxtda gündəliyini anlatacağıq. Çünki bizim suallarımız da daha çox gündəlik planlaşdırma ilə bağlı düşür. İllik planlaşdırma ilə bağlı isə ümumi olaraq məlumat verəcəm. İndi gələk bunun tam olaraq izahına. Nəticədən plan alma nədir? Nəticədən plan alma bir dərs üçün dərsin əvvəlində ilk öncə nəticələrin müəyyənləşdirilməyidir ki, mən sonda nəyi əldə eləyəcəm? Daha doğrusu şagird sonda nəyi əldə eləyəcək? Şagird sonda nə qazanacaq? Hansı təlim nəticəsinə yiyələnəcək? Müəllim ilk öncə təlim nəticəsini müəyyənləşdirir. İlk öncə dərsin əvvəlində, dərsdən əvvəl daha doğrusu. Amma bu təlim nəticəsinə harda çatırıq biz? Dərsin sonunda çatırıq. Baxın, dərsin sonunda çatırıq. İndi biz bu dərsin sonunda çatdığımız təlim nəticəsinə uyğun olaraq da təlim nəticəsinə uyğun bir qiymətləndirmə çıxardırıq. Yəni təlimdə nəyi şagirdlərə reallaşdırmaq istəyiriksə, ona uyğun da qiymətləndirməmiz çıxır. Və bu qiymətləndirmədən də əlavə təlim nəticəsinə uyğun olan fəaliyyətlərimiz çıxır. Yəni dərsdə hansı fəaliyyətləri icra eləyib təlim nəticəsinə yiyələnəcəyik. Yəni bu fəaliyyətlər də hamısı hardan çıxır? Təlim nəticələrindən çıxır. Bunu təlim nəticələr anlayışını başa düşmək üçün biz belə deyək də gündəlik planlaşdırmadan istifadə edirik. Və gündəlik planlaşdırmada bu anlayışları deyirik. Tam olaraq dərk eləməsək də indi mən burada dediklərimi mövzunu keçdikcə tam olaraq sonda dərk eləyəsiniz mən nə demək istəyirəm. Amma əgər ki bundan əvvəlki dərslərdə keçdiyimiz o məzmun xətti, alt standart, əsas standart, təlim nəticəsi kimi terminləri yadınıza salsaz, bu dərs sizə çox asan gələcək. Mən o dərsi sizə keçmişdim, indi yadınızdadır yəqin. İndi burada sadəcə olaraq biz gündəlik planlaşdırma ilə bağlı cədvəli verdik. Dedik, ilk öncə nə müəyyənləşdirilir? İlk öncə təlim nəticəsi müəyyənləşdirilir. Biz bu təlim nəticəsi müəyyənləşdirəndən sonra təlim nəticəsinə uyğun olaraq çıxardırıq qiymətləndirməni və təlim nəticəsinə uyğun olaraq çıxardırıq fəaliyyəti. Baxın, fəaliyyətlə qiymətləndirmə arasında əlaqə var. Amma asıllıq yoxdur. Hər ikisi, həm fəaliyyət, həm də qiymətləndirmə asılıdır nədən? Asılıdır təlim nəticəsindən. Çünki burada əsas olan, vacib olan dərsin sonunda şagirdlərdə reallaşdırmalı olan bilik və bacarıqlardır. Və mən qiymətləndirmə hissəsində həmin biliyi, bacarığı necə qiymətləndirəcəyimi verirəm. Fəaliyyət hissəsində isə həmin biliyə, bacarığa necə çatacağımla bağlı işlər görürəm. Budur. İndi dərsin gedişat hissəsinə baxası olsaq, dərsin gedişatı necə olur? Dərsin gedişatında ilk öncə
müəllim başlayır sinifdə hər hansısa bir fəaliyyəti yerinə yetirməyə. Dərsin gedişatından danışırıq ha. Dərsin gedişatında müəllim hər hansısa bir fəaliyyəti başlayır yerinə yetirməyə. İş formasından, iş üsulundan istifadə eləyir, tapşırıqlardan istifadə eləyərək, şagirdləri motivasiya eləyərək dərsə cəlb eləyir və başlayır dərsin əsas hissəsini şagirdlərlə birlikdə şagirdlərə mənimsətməyə. Sonrakı hissədə, son hissəyə, dərsin sonuna yaxın müəllim nə edir? Qiymətləndirmədən istifadə eləyir və şagirdlərin dərsin təlim nəticəsinin nə qədər çatıb-çatmadığını qiymətləndirir. Və mən bu təlim nəticələrini, yəni dərsin sonunda əldə etməli olduğum təlim nəticələrini amma harda müəyyənləşdirmişdim? Baxın, dərsin əvvəlində müəyyənləşdirmişdim. Və bu təlim nəticələrinə uyğun olaraq da mən fəaliyyətimi qurdum, yəni işimi düzəltdim, işimi qurdum, ona uyğun qiymətləndirmə elədim ki, mən sonda gəlim nə edeyim? Bu verilən təlim nəticəsinə çatım. O bu verilən cədvəldir. Bunu dəfələrlə fərqli formalarda da izah eləməyə də lazım, məncə ehtiyac görmürəm. Məncə bunu hələ ki dərk elədik. İndi keçək digər hissəyə. Onları izah eləməyə. Deməli, gəldik planlaşdırmanın iki yerə bölünməyinə. Dedik ki, planlaşdırma iki yerə bölünür. İllik perspektiv və gündəlik cari planlaşdırma. İllik perspektiv planlaşdırmanın içərisində hansı nüanslar var, baxaq ona. Bax, biz dedik ki, həm illik planlaşdırmada, həm gündəlik planlaşdırmada, baxın, bu cədvəldən istifadə olunur. Yəni, təlim nəticələrindən, qiymətləndirmə və fəaliyyətdən istifadə olunur. Baxın, burada da eyni variantda göstərilir. İllik planlaşdırmada biz hansı təlim nəticələrindən istifadə edirik? İllik planlaşdırmada biz istifadə edirik sinifin sonu üçün təlim nəticələrindən. Çünki bu illik plandır. Bir ilin sonu üçün olan plandır. Və bir ilin sonu üçün olan planda sinifin sonu üzrə təlim nəticələri əsas götürülür. Çünki biz ilin sonunda həmin təlim nəticələrinə çatmalıyıq. Hansı? Sinifin sonu üzrə olan təlim nəticələrinə çatmalıyıq. Və bizim qarşımızda duran məqsəd burada fənnin sonu üzrə, yəni fənnin sinifin sonu üzrə olan təlim nəticələridir. İllik planlaşdırmada ikinci olan şey qiymətləndirmədir. İllik planlaşdırmada qiymətləndirmə diaqnostik və summativ qiymətləndirmədən ibarət olaraq bölünür və orada olan üsul və vasitələr var, hansı ki bunlar da illik planlaşdırmaya aiddir. Və illik planlaşdırmada öyrənmə fəaliyyətləri də verilir, hansı ki il ərzində müəllim plan quraraq ilin əvvəlindən sonuna qədər hansı öyrənmə fəaliyyətlərini, hansı dərsdə istifadə edəcəyini müəyyənləşdirmiş olur. Və ümumiyyətlə müəllimin işi planlaşdırmağı müəllimin işini daha da yaxşılaşdırır. Müəllimin işini daha da asanlaşdırır. Müəllim öz işini planlı formada həyata keçirmiş olur. Yəni adi özümüzdən götürək, biz özümüz hər hansı bir işi planlı formada eləməyəndə bu yaxşı effekt vermir. Amma istənilən bir insan öz işini planlaşdıranda, harasa hazırlaşanda, səyahətə gedəndə və yaxud da gündəlik olaraq hər hansısa bir özünə işlərini ardıcıl olaraq qurduqda işi daha aram formada, daha yaxşı formada gedir. Və bu da illik planlaşdırmanın sxemi oldu ki, biz illik planlaşdırmada fənnin sinif üzrə təlim nəticələrindən istifadə edirik, qiymətləndirmə olaraq diaqnostik və kiçik summativ qiymətləndirmədən istifadə edirik, fəaliyyət olaraq isə belə deyək də, fəaliyyətin növlərindən, iş üsullarından, iş formalarından, inteqrasiyadan, resurslardan və s. kimi öyrənmə üçün lazım olan fəaliyyətlərdən istifadə etmiş oluruq. İndi gələk illik planlaşdırma özündə nələri əks elətdirir. Baxın, illik planlaşdırmada müəllim plan qurarkən mütləq formada bunları qeyd edir və bu çox vaxtı bizə dövlət tərəfindən və metodik vəsaitlərdə kömək üçün bizə verilir ki, müəllim işini buna uyğun planlaşdırsın. Yəni metodik vəsaitə uyğun olaraq planlaşdırsın. İllik planlaşdırmada nələr öz əksini tapır? İlk olaraq birinci alt standart. Bizə dövlət tərəfindən verilən bir alt standart var, biz onu reallaşdırmalıyıq və illik planlaşdırmada ən əsas məqsəd alt standartı reallaşdırmaqdır. Və biz burada ilk olaraq alt standartı görürük. Sonra ikinci tədris vahididir, yəni bölmələri görürük illik planda. Üçüncü mövzuları görürük. Dördüncüsü inteqrasiyadır. Beşinci dərsdə istifadə edəcəyimiz resurslardır, avadanlıqlardır. Altıncı qiymətləndirmədir. Gördüyümüz kimi diaqnostik və summativ qiymətləndirmə. Yəni burada kiçik summativ qiymətləndirmədən danışırıq. Yeddinci olaraq saat, səkkizinci olaraq tarixi görürük. Yəni hər illik planda biz mütləq formada bunları görürük və bundan planlaşdırma üçün istifadə olunur. İndi gəlin biz burada planlaşdırma üçün verilmiş bir nümunəyə baxaq. Baxın bir dənə nümunəyə. Görürsünüz nə var? Standart var, var. Tədris vahidi, yəni bölmə var, var. Mövzular, inteqrasiya, resurs, qiymətləndirmə, saat, tarix. Yuxarıda göstərdiyimizin hər birini burada görə bilərsiniz. Baxın burada standartlar verilib. Sonra bölmə verilib. Sonra mövzular verilib. İnteqrasiya, hansı fənlərin alt standartlarından inteqrasiya verilib. Görürsünüz burada məsəl üçün, bax bunda bir şeydə nəzərinizə çatdırım. Baxın burada bir alt standartı varsa, mən başqa fəndə
digər bir deyək ki, alt standartı inteqrasiya eləmirəm. Burada da 1-1-1 alt standartına inteqrasiya eləmiş oluram. Görürsüz? Eyni alt standartlar arasındakı əlaqə idi inteqrasiya. Bunu demişdik, bax burada da görə bilirik bunu ki, eyni alt standartlar arasındakı əlaqə olur nə? İnteqrasiya. Bu fərqli alt standartlar ola bilər. Notasiyanı burada göstəririk də bunu sizə. Sonra resurslar verilir burada bizə. Biz nələrdən istifadə edə bilərik? Məsələn, bu coğrafiya ilə bağlı olan bir belə deyək də illik plandır, illik planlaşma bağlı olan sənəddir. Sadəcə tam olaraq dərk eləsiniz deyə bunu sizə belə deyək də kəsib götürmüşəm, göstərirəm ki, biləsiniz. Baxın, burada qiymətləndirmə hissəsi var. Qiymətləndirmədə görürsüz rubriklər var. İndi rubrikləri keçəcəyik. Sonra burada nələrdən istifadə eləyirik, onlar var. Yəni qiymətləndirmə ilə bağlı verilənlər var. Sonra saat var və tarix var. Baxın, bu illik planlaşdırmaya aid olanlar oldu. İllik planlaşdırmaya nələr aiddir? İllik planda nələr öz əksini tapır və biz illik planda, illik planlaşdırmada hansı təlim nəticələrindən istifadə edirik, hansı qiymətləndirmədən istifadə edirik və öyrənmə fəaliyyətlərimiz nədir? Onu gördük burada. İllik planlaşdırma suallar olaraq qarşınıza çox çıxmayacaq. Sadəcə olaraq illik planlaşdırma ilə bağlı məlumatda olmalısınız. Çünki siz bir müəllimsiniz. Yəni inşallah müəllim olasınız gələcəkdə. Ona görə də mütləq illik planlaşdırma ilə bağlı məlumatda olmaq mütləq. Bu belə. İllik planlaşdırmada nələr var, nələr öz əksini tapır? Onunla bağlı nümunəni də göstərdim. Gəldik gündəlik planlaşdırmaya və əsas olan planlaşdırmaya. Müəllimin işi əsas olaraq gündəlik planlaşdırma ilə bağlı məlumatda olmaqdır. Deməli, gündəlik planlaşdırmada, illik planlaşdırmada olan kimi nələr var? Təlim nəticələri, qiymətləndirmə və fəaliyyətlər. Hə, illik planlaşdırmada bu illik idi. Gündəlik planlaşdırmada isə bu bir dərsə aid. Baxın, bir dərsə aid gündəlik planlaşdırmada. Çünki biz gündəlik planlaşmada bir dərsdən danışırıq. Bir dərsə aid olan təlim nəticələri, bir dərsə aid olan qiymətləndirmə və bir dərsə aid olan fəaliyyətlər. Bu gündəlik planlaşdırmada bizim istifadə etdiklərimizdir. Gəlin baxaq görək gündəlik planlaşdırmada nələr öz əksini tapır. Deməli, gündəlik planlaşdırmada var nə? Bizə verilən bir gündəlik reallaşdırma olduğumuz alt standart. Bu birinci. İkinci, mövzumuz. İkinci, dərsin məqsədi. Yəni biz alt standartdan dərsin məqsədini çıxardırıq. Alt standart bizə dövlət tərəfindən verilən bilik və bacarıqlardır və müəllim də bu bilik bacarıqlara uyğun olaraq alt standartdan bir təlim nəticəsi, təlim məqsədi çıxardır. Belə deyək də, alt standartı, mən bundan əvvəl alt standart, əsas standart, məzmun xətti keçmişdim. O dərslərə baxsaz bunu tam olaraq dərk edə bilərsiniz və orada dərsin məqsədi haqqında danışmışdım qısa olaraq. Demişdik ki, dərsin məqsədi hardan çıxarılır? Alt standartdan. Alt standartda verilən bilik və bacarıqlar ümuminin biraz daha belə deyək də sadələşdirilmiş, xırdalaşdırılmış versiyası dərsin məqsədi idi. Biz alt standartda verilən ümumi bilik, bacarığı biraz da sadələşdirərək, biraz da deyək ki, xırdalayaraq dərsin məqsədini çıxardırıq oradan, ümumi təlim nəticələrini. Harada çıxartdıq? Gündəlik planlaşdırmada. Sonra dördüncü baxırıq. Dərsin məqsədinə uyğun qiymətləndirmə meyarları, metod vasitələri. Bu da haradadır? Gündəlik planlaşdırmadadır. Sonra dərsin məqsədinə uyğun öyrənmə fəaliyyətləri, yəni burada olacaq, istifadə olunacaq, dərsdə istifadə olunacaq forma, üsul, motivasiya, refleksiya və s. kimi fəaliyyətlər hamısı aiddir hara? Gündəlik planlaşdırma. Bu da olur 5-ci. 6-cı inteqrasiya, 7-ci resurs. Yəni burada siz illik planlaşdırmada, həm də gündəlik planlaşdırmada eyni terminləri görə bilərsiniz, amma fərqli şeylər də var burada. Məsələn, orada illik planlaşdırmada dərsin məqsədi yox idisə də, gündəlik planlaşdırmada dərsin məqsədi ayrıcana verilir. Məsələn, belə. Orada mövzu olaraq deyilikdə tədris vahidi bölmə nəzərdə tutulurdusa, burada konkret olaraq bir mövzu, dərsin mövzusundan söhbət gedir. Bu da gündəlik planlaşdırmaya aid olanlar. Məsələn, müəllimin gündəliyini sizə göstərim. Müəllimin gündəliyi necə olur və biz gündəlik planlaşdırmada bunları yazmalıyıq, hamısını bir-bir qeyd eləməliyik. Baxın bura, müəllimin gündəliyidir bu. Müəllim gündəliyində əvvəldən dərsi planlaşdırmaq üçün bunları mütləq formada yazmalıdır. Yəni, bir gün əvvəldən oturur müəllim, deyək ki, alt standartını yazır, dərsdə hansı alt standartı reallaşdıracağını, sonra mövzusunu yazır, sonra alt standartdan təlim məqsədi, yəni dərsin məqsədini, dərsin nəticəsini çıxardır, sonra inteqrasiyasını vurğulayır, dərsdə hansı resurslardan istifadə edəcəyini vurğulayır, dərsi şagirdlərdə fəaliyyət hissəsində necə maraq oyadacağını vurğulayır, dərsin öyrənilməsi ilə bağlı olan hissələri vurğulayır, sonda dərsin sonuna yaxın refleksiya eləyir, yəni şagirdlərin deyək ki, öyrəndiklərini yenidən gözdən keçirməklərinə, mühakimə eləməklərinə, yenidən nəzərdən keçirməklərinə şərait yaradır. Sonda qiymətləndirərək ev tapşırığı. Baxın, burada verilənlərin hər biri
Görürsünüz, gündəlik planlaşdırmada öz əksini tapıbdır. Resurs, inteqrasiya, fəaliyyətlər, qiymətləndirmə, dərsin məqsədi, mövzu, alt standart və biz bir müəllim olaraq gündəlik planlaşdırmanı hər gün dərsdən əvvəlcə 2 gün yazmalıyıq və dərsə elə getməliyik və biz bunu dərsə girməzdən də öncə tədris işləri üzrə zabit bunu yoxlayır və belə deyək ki, orada olan zabit yoxlayır, əsas zabit belə deyək. Zabit deyəndə yəni müdir müavini. Belə. Bu da gündəlik planlaşdırmada verilənlər. Çalışdığım qədər lordu ilə izah edirəm ki, tam olaraq dərk edə biləsiniz. İndi gəldik gündəlik planlaşdırma niyə vacibdir? Dərsin planlaşdırmasını biz müəllim olaraq niyə eləməliyik? Niyə dərs planlaşdırması mütləqdir? Dərsin planlaşdırması ona görə mütləqdir ki, biz dərsin məqsədini şagirdlərə açıq formada verməliyik ki, şagirdlər sonda nə əldə edəcəklərini başa düşsünlər. Əgər şagird sonda nə əldə edəcəyini başa düşməsə, onda onu eləməyə maraqlı olmur. Məsələn, siz hər hansı bir yola çıxırsınız. Yolun əgər bir son nöqtəsini bilirsinizsə, o yolun nə vaxta gedəcəyinizlə bağlı, hər hansı bir yolda harada dayanacağınızla bağlı bir düşüncəniz olur. Və sonda hara çatmağınızla bağlı bir düşüncəniz olduğuna görə sizdə bir motivasiya olur. Yox, yolun sonunun hara getdiyini bilmirsinizsə, sizdə bir motivasiya da olmur sona çatmaq üçün və çalışmağa da belə deyək də həvəsli olmursunuz. Ona görə dərsin məqsədi aydın formada şagirdlərə bildirilməlidir ki, şagirdlər nəyə çatdıracaqlarını sonda əvvəlcədən bilsinlər. Sonra vacib məqamlar nələrdir? Vacib məqamlardan biri formativ qiymətləndirmə üsullarını müəyyənləşdirməkdir. Ki biz hansı üsullardan istifadə edəcəyik, şagirdi dərsdə qiymətləndirəcəyik. Bu da ikincisi. Sonra gəldik, üçüncü olan fəaliyyətlərdir. Dərs zamanı biz hansı fəaliyyətdən istifadə edəcəyik? Hansı işdən, iş formasından, hansı iş üsulundan, dərsin məqsədinə uyğun olmalıdır və bu seçdiyimiz iş formaları, iş üsulları, dərsdə elədiyimiz bütün fəaliyyətlərin hər biri dərsin məqsədinə uyğun olmalıdır və bunlar əvvəlcədən hazırlanmalıdır. Fəaliyyətlərdə nətər ki, dərsin məqsədi əvvəlcədən hazırlanır, nətər ki, formativ qiymətləndirmə dərsin məqsədinə uyğun olaraq əvvəlcədən hazırlanır. Onun kimi də fəaliyyətlər dərsin məqsədinə uyğun olaraq əvvəlcədən hazırlanmalıdır. Bu da üçüncü. Gəldik dördüncüyə. Dərs zamanı fəaliyyətlərin müxtəlif öyrənmə tipinə sahiblər üçün uyğun olmağa, diferensial olmağa. Yəni, dərsdə olan fəaliyyətlər hər bir şagirdin marağına uyğun olmalıdır. Yəni, bir tipli şagird, yəni belə deyək də, bir tipə uyğun olan şəxslər üçün dərs maraqlı olmamalıdır. Bütün müxtəlif növ öyrənmə xüsusiyyətlərinə malik şagirdlər üçün biz dərsi maraqlı eləməliyik. Ona görə də dərsdə bir neçə müxtəlif öyrənmə fəaliyyətlərindən istifadə eləməliyik. İş formalarından, iş üsullarından, fərqli taktikalardan, fərqli strategiyalardan istifadə eləməliyik ki, dərsi şagirdlərdə belə deyək də öyrədə bilək. Bu dördüncü idi. Beşinci, hansı resurslardan istifadə eləmək vacib məqamlardan biri idi. Yəni dərsdə hansı resurslar olacaq? Bir də ki, müəllimin bir B planı olmalıdır ki, dərsdə hər hansı bir çətinlik yarananda müəllim o B planından istifadə eləyərək yenə də məqsədə çata bilsin. Yəni uşaqlar ola bilər dərsi yaxşı başa düşməsinlər, seçilən üsul yaxşı olmasın və bunun üçün müəllimin mütləq formada bir B planı olmalıdır. Və yaxud da hər hansı bir digər problemlər üçün müəllimin bir mütləq B planı olmalıdır. Bu da planlaşdırmadakı vacib nəzərə alınmalı bir məqamlardır ki, biz planlaşdıran zaman, dərsi planlayanda mütləq bunu nəzərə almalıyıq. Və burada bir cümlə də var, ona baxaq, deyir, illik və gündəlik planın formatı təhsil müəssisəsindən asılı olaraq dəyişə bilər. Yəni, hər məktəb özü üçün planlaşmanın formatını dəyişdirə bilər. Bu da nəzərinizdə olsun, burada verilən cümlə. Elə vacib deyil, amma sadəcə nəzərinizdə olsun. Belə, bura qədər danışdıqlarımız dərsin planlaşdırma ilə, illik planlaşdırma ilə bağlı. İndi biz planlaşdıran zaman, dərsi planlaşdıran zaman ən əsas bizdə vacib olan məqam nə idi? Ən əsas vacib olan məqam bizdə dərsin təlim nəticəsi idi. Baxın, biz çünki hər şeyi nəyə uyğun qururduq? Biz hər şeyi uyğun qururduq dərsin təlim nəticəsinə. Dərsin təlim nəticəsi nə idi? Alt standartdan çıxarılırdı və bunu müəllim çıxardırdı alt standartdan. Dərsin təlim nəticəsi alt standartdan çıxarılaraq şagirddə hər hansı bilikləri və bacarıqları reallaşdırmaq üçün lazım olan bir şey idi bizə. Biz onda reallaşdırırdıq harda? Dərsin sonunda. Ona çatmaq üçün nədən istifadə edirdik? Ona çatmaq üçün fəaliyyətlərdən istifadə edirdik və bu fəaliyyətləri və ya şagirdlərin öyrənməsini qiymətləndirərək, daha doğrusu şagirdlərin fəaliyyətlərdə nə qədər yaxşı iştirak elədiyini və dərsi nə qədər təlim nəticəsini nə qədər mənimsədiyini qiymətləndirərək sonda nəyə çatmış olurduq? Sonda təlim nəticəsinə çatmış olurduq. İndi bu təlim nəticəsini belə deyək də, alt standartdan çıxardanda biz bir taktika var, o taktikaya əməl eləməliyik. O taktika hansıdır bəs? O taktika
SMART taktikasıdır. Baxın, SMART taktikası təlim nəticəsinin planlaşdırılması üçün istifadə olunan bir taktikadır. Burada SMART sözündən istifadə edirik. Yəni SMART bir neçə sözün, belə deyək, 5 dənə sözün birləşməyindən, baş hərflərindən yaranan sözdür. İlk olaraq birincisi spesifik deməkdir. Spesifik nədir? Yəni biz dərsdə çıxartdığımız təlim nəticəsi, təlim məqsədi düzgün olmalıdır, aydın formada olmalıdır və bu təlim nəticəsi biliyin və bacarığın əldə olunacağını göstərməlidir. Nətər spesifik nəyi bildirdi? Aydın olmağını, sonra dəqiq olmağını bildirdi. Bu qədər sadədir. Çıxartdığın təlim nəticəsi aydın olmalıdır, dəqiq olmalıdır. Sonra ikincisi, deyir ki, təlim nəticəsi ölçülə bilən olmalıdır. Yəni sən elə təlim nəticəsi müəyyənləşdirməlisən ki, sonda onu qiymət verə biləsən, qiymətləndirə biləsən. Uşaq ona nə qədər çatıb çatmayıb, ona qiymət verməyi bacara biləsən. Bu da ikinci. Üçüncü hərfə baxırıq. Deyir, təlim nəticəsi elə seçilməlidir ki, şagird ona çata bilsin. Nə lap çətin olmasın, nə də lap asan da olmasın. Normadan biraz yuxarı olsun, amma asanlıq dərəcəsinə görə də lap asan da olmasın. Elə səviyyədə olsun ki, çalışan şagird həmin təlim nəticəsinə, yəni qoyulan bilik və bacarığa çatsın. Realistik nədir? Yəni deyir, real imkanlar nəzərə alınmalıdır. Sən sinifində olan mövcud resursları, mövcud avadanlıqları, mövcud öyrənmə mühitini nəzərə alaraq real təlim nəticəsi qurmalısan. Yəni absurd bir təlim nəticəsi, çox çətin və yaxud da sinifdə mövcud resurslara uyğun olmayan təlim nəticəsi qoymalı deyilsən. Üçüncüsü, daha çox beşincisi, vaxt nəzərə alınmalıdır. Yəni sən təlim nəticəni elə qurmalısan ki, həmin təlim nəticəsi müəyyən vaxt ərzində reallaşdırıla bilsin. Həmin təlim nəticəsinə çata bilsin. Yəni şagird həmin təlim nəticəsinə müəyyən bir vaxt ayırdıqdan sonra çata bilsin. Hər hansı bir biliyə, bacarığa yiyələnə bilsin. Və bu SMART taktikasını biz istifadə edərək nəyə hazırladıq? Təlim nəticəsini hazırlamış olduq. Təlim nəticəsi nə idi? Bizim sonda əldə etdiyimiz bilik və bacarıqlar. Və biz bunu harda müəyyənləşdirirdik? Dərsin əvvəlində. Dərsin əvvəlində müəyyənləşdirdiyimiz bu təlim nəticəsinə uyğun da həm qiymətləndirmə, həm də fəaliyyətlər seçirdik. İndi baxaq, məsələn, burada bir təlim nəticəsinə baxaq. Baxın, görürsünüz, burada bizə bir alt standart verilib. Burada alt standartda bizə nə deyir? Deyir, sivilizasiyaları coğrafi baxımdan təhlil eləyir. Bu bizə verilən alt standart. Və mən alt standartdan 2 dənə təlim nəticəsi çıxartmışam. Sivilizasiya anlayışını izah eləyir. Ondan sonra qədim və müasir sivilizasiyaları sadalayır. Onların yayıldığı regionları xəritədə göstərərək coğrafi baxımdan təhlil edir. Baxın, burada ümumi bir alt standart var idi. Mən bu alt standartdan 2 dənə təlim nəticəsi çıxartdım. Və təlim nəticəsi elə seçdim ki, bu təlim nəticəsi aydın olsun, dəqiq olsun, ölçülə bilən olsun, vaxt müddəti çatsın bunu reallaşdırmağa, real imkanlar nəzərə alınsın, şagird çalışanda bunu əldə edə bilsin. Yəni, bax, burada SMART-la bağlı dediklərimizin hər biri həmin təlim nəticəsində öz əksini tapmalıdır. Yox, mən burada biraz daha çətin və yaxud da uyğun olmayan təlim nəticəsi qoysam, şagirdlər buna çata bilməsələr və yaxud da mən bunu ölçə bilməsəm, bu düzgün təlim nəticəsi sayılmayacaq. Yəni, SMART texnikasına uyğun olan təlim nəticəsi sayılmayacaq. Ona görə də mən təlim nəticəsini çıxardanda mütləq formada bir müəllim olaraq SMART texnikasını nəzərə almalıyam. Baxın, sonra gəldik SMART-dan sonra burada dərsin təlim nəticəsindən bağlı test-tez eləyən səhvlər. Mən SMART-a uyğun olaraq təlim nəticəsi çıxardanda səhv eləmiş olmuram. Amma SMART-a uyğun olmayan və yaxud da ki, burada yazılan kimi təlim nəticəsi çıxartsam, səhv eləmiş olacam. Və deməli, nətər səhv eləyərəm? Mən deyək ki, bir dərs üçün 3 dənə, 5 dənə təlim nəticəsi çıxartsam. Bu düzgün deyil. Mən bir dərs üçün maksimum 2 dənə təlim nəticəsi çıxarda bilərəm. Sonra, ikinci məsələ nədir? İkinci məsələ, mən təlim nəticəsini şagirdlərə demirəm. Bəzən müəllimlər paxıllıq eləyirlər, şagirdlərin sonda hara çatacaqlarını, deyək ki, yola çıxırsan da, adama yola sonda çatacağın yeri demirsən. Adam çox belə deyək ki, maraqda qalır və bir müddətdən sonra maraq olur, hətta onu bezir. Gedəcəyi yeri bilmirdi. Amma şagirdə gedəcəyi, sonda çatacağı yeri deyəsi olsan, desən ki, uşaqlar, siz sonda sivilizasiyalar anlayışını izah eləyə bilərsiniz bu dərsin sonunda. Onları sadalaya bilərsiniz. Xəritədə göstərərək təhlil eləməyə bacarasınız. Dərsdə fəaliyyətlərdə iştirak eləsəz. Sonda bunlara yiyələnəsiniz. Bu biliyə və bacarığa yiyələnəsiniz. Yəni, təlim nəticəniz sonda bu olacaq. Fəaliyyətlərdə düzgün formada iştirak eləsəz. Verilən suallara cavab versəz, qrup fəaliyyətində iştirak eləsəz, nə bilim, verilən tapşırıqları yerinə yetirsəz, sizdə sonda bu təlim nəticəsi reallaşacaq. Mən bunu şagirdlərə əvvəlcədən bildirməliyəm. Bildirmirəmsə, nə edirəm?
Sonra ikinciyə baxaq. Təlim nəticəsini çox mürəkkəb şəkildə yazmaq. Baxın, mən təlim nəticəsini burada necə yazmışam? Sadə cümlə ilə yazılıb burada təlim nəticəsi. Görürsüz? Sadə cümlə. Qısa olduğu qədər lakonik və sadə cümlədən istifadə olunubdur. Təlim nəticəsi sadə cümlə ilə yazılmalıdır. Yəni mürəkkəb və çətin formada olmamalıdır ki, şagirdlər bunu başa düşə bilsinlər. Sonra dördüncü, statik feillərin olması. Əgər təlim nəticəsində bilir, bacarır, görür kimi statik feillər varsa, bu səhv təlim nəticəsi deməkdir. Yəni müəllim smart üsulundan istifadə edərək səhv təlim nəticəsi çıxartmış olur. Biz burada taksonomiyanın feillərindən istifadə etməliyik. Niyə? Çünki təlimdə biz idrakımızı işlədirik və idrak zamanı bir fəaliyyət olur. Bu fəaliyyət zamanında biz taksonomiyanın belə deyək, müxtəlif mərhələlərindən istifadə edirik deyə biz təlim nəticəsini müəyyənləşdirən zaman taksonomiyanın mərhələlərinə uyğun olan feillərdən istifadə edirik. Məsələn, burada gördüyümüz kimi izah eləyir, sadalayır, göstərir, təhlil eləyir. Baxırsınız, bu feillərdən istifadə edirik. Bu da olur nə? Yenə də biz təlim nəticəsini düzgün reallaşdırmış oluruq. Əgər bu kimi yox, bilir, bacarır və görür kimi feillərdən istifadə eləsək, bu zaman səhv təlim nəticəsi müəyyənləşdirmiş olarıq. Beşinci olaraq elədiyimiz səhv nədir? Təlim nəticəsini müəllim mərkəzli eləmək. Yəni biz təlim nəticəsində şagirdi nəzərə almalıyıq. Sonda şagird hansı biliyə, bacarığa əməl, daha doğrusu çatacaq, onu nəzərə almalıyıq və şagirdin fəaliyyətini ön plana çəkməliyik. Müəllimin fəaliyyəti ön plana çəkilməməlidir. Yəni necə? Müəllim mən nə edəcəyim yanaşmasında yox, şagird nə edəcək yanaşmasında olmalıdır. Şagird ön planda olmalıdır ki, şagird nə edəcək? Dərsi necə öyrənəcək, necə mənimsəyəcək, nələri öyrənməlidir? Baxın, burada görürsünüz, verilən təlim nəticəsində izah eləyir, sadalayır, göstərir, təhlil edir. Burada kim var prosesin önündə? Şagird. Mən izah eləyirəm, mən sadalayıram, mən təhlil edirəm, mən öyrədirəm yanaşması yoxdur. Hamısı şagirdlə bağlıdır. Yəni şagird eləməlidir. Prosesin əsas ortasında dayanan şagird olmalıdır. Bu da belə. Yəni elədiyimiz səhvlər bunlar ola bilər. Bunlar eləmirsə, deməli səhv eləmiş olmur. Gəldik bir də burada son olaraq qiymətləndirmə meyarlarına. Biz dedik ki, dərsin içərisində biz nəyi edirik? Planlaşdırırıq. Nəyi? Təlim nəticələrini, baxın burada yuxarıda göstərdiyimiz kimi. Təlim nəticələrini, bu təlim nəticələrinə uyğun olaraq qiymətləndirmə müəyyənləşdiririk və bu qiymətləndirmədən də əlavə olaraq təlim nəticəsinə uyğun olan fəaliyyətlər seçirik. Biz bu təlim nəticəsini müəyyənləşdirdik smart üsuluna uyğun olaraq. Və indi nə etməliyik? Qiymətləndirməni müəyyənləşdirməliyəm. Mən qiymətləndirməni müəyyənləşdirəndə də təlim nəticəsini əsas götürürəm. Necə əsas götürürəm? Baxıram ki, təlim nəticəsi necədirsə, mən təlim nəticəsinə uyğun bir qiymətləndirmə meyarı çıxardıram. Sonra aydın və spesifik qiymətləndirmə meyarı çıxardıram və ölçülə bilən qiymətləndirmə meyarı çıxardıram. Yəni mənim təlim nəticəsindən çıxartdığım qiymətləndirmə meyarları, ona uyğun çıxartdığım qiymətləndirmə meyarları təlim nəticəsinə uyğun olmalıdır. Aydın və spesifik olmalıdır. Necə ki, təlim nəticəsi aydın və spesifik idi, konkret idi. Necə ki, təlim nəticəsi ölçülə bilən idisə, qiymətləndirmə meyarları da elə olmalıdır. Yəni qoyulan meyarlar qiymətləndirmə ilə bağlı, qoyulan meyarlar ölçülə bilən olmalıdır. İndi baxaq burada nümunəyə, onun üstündən tam aydın olacaq sizə demək istədiyim. Baxın, mən deyək ki, dərsin məqsədini çıxartmışam. Hər hansı bir X dərsdir. Xəritə üzərində sahəni, təsvir üsullarını müəyyənləşdirir, məntəqələr arasında məsafəni və sahəni hesablayır. Mənim 2 dənə dərsin məqsədi var. Baxın, mən burada meyar müəyyənləşdirmişəm 2 dənə. Müəyyən etmə və hesablama. Görürsünüz? Bax, müəyyən etmə və hesablama. 2 dənə meyar müəyyənləşdirmişəm. Bu meyara uyğun olaraq da mən burada səviyyələrə bölmüşəm. Birinci, ikinci, üçüncü və dördüncü. Dördüncü ən yuxarı səviyyədir, birincisi ən aşağı səviyyədir. Və burada səviyyələrə bölmüşəm. Gördünüz? Mən nə etdim? Qiymətləndirməmi dərsin məqsədinə uyğun elədim. Qiymətləndirməmi aydın və spesifik elədim və ölçülə bilən elədim. Görürsünüz, burada hər qiymətləndirmə meyarının özünə uyğun olaraq, hər səviyyə uyğun olaraq, ya da hər meyara uyğun olaraq bir səviyyə verilir. Baxın, bu birinci meyara uyğun olaraq, bu birinci meyar, bu ikinci meyar. Birinci meyara uyğun olan birinci səviyyə. Birinci meyara uyğun olan ikinci səviyyə. Birinci meyara uyğun üçüncü, birinci meyara uyğun dördüncü səviyyə. Eynən də ikinci meyara uyğun olaraq birinci, ikinci, üçüncü və dördüncü səviyyələr. Bu arada hər biri hara aiddir? Hər biri dərsin məqsədinə aiddir. Məsələn, birinə baxaq. Görürsünüz, müəyyən etmə meyarına uyğun olaraq dördüncü səviyyədə nə deyir? Deyir ki, xəritə üzərində sahəni və təsvir üsullarını düzgün müəyyən eləyir. Gördünüz? Bu necə oldu? Baxın, bu verilən qiymətləndirmə uyğun oldu, aydın, spesifik oldu və ölçülə bilən oldu ki, müəllim bunu qiymətləndirə bilsin. Yəni, şagirdin elədiyi təlim nəticəsinin nə qədər çata bilmədiyini bu meyarlara düzgün formada müəyyənləşdirdiyi meyarlara uyğun olaraq nə edə bilir?
qiymətləndirə bilir. Və burada dedik ki, biz formalardan, daha çox fəaliyyətlərdən istifadə edəcəyik dərsin gedişatında. Dərsin gedişatında istifadə etdiyimiz fəaliyyətlər nədir bəs? Yuxarıda bildirmişdik. İş üsulunu seçmək, iş formasını seçmək, bundan əlavə motivasiya qurmaq, refleksiya eləmək, məzmunun öyrənilməsi ilə bağlı məsələlərin hər biri də nəyə aid idi? Fəaliyyətlərə aid idi. Məsələn, baxın, fəaliyyətlə bağlı olan verilən hissələr baxaq. İlk olaraq fəaliyyətlə bağlı verilən hissədə baxın, motivasiya verilib. Dərsin gedişində müəllim fəaliyyəti olaraq şagirdlərdə ilk olaraq nə yaradır? Motivasiya yaradır. Sonra tədqiqat apara bilər müəllim dərsin asılı olaraq. Məsələn, burada görürsünüz, tədqiqat aparılır. Tədqiqat aparılandan sonra isə son olan hissələrdə isə müəllim müzakirəni ümumiləşdirir və sonda isə baxın, ümumiləşdirmədən nəticə çıxarılır, yaradıcı tətbiq etmə var, sonda isə qiymətləndirmə var. Bu isə dərsin gedişatında olan, belə deyək ki, fəaliyyətlərdir. Və bu fəaliyyətlərdən istifadə eləyərək müəllim nə edir? Dərsin məqsədini reallaşdırmış olur. Gəlsək yuxarıdakı cədvələ tam olaraq yenidən qayıdıb dərk eləmək üçün gündəlik planlaşdırmaya aid olan hissə ilə bağlı deyirik. Biz nə etdik? Dərsin əvvəlində müəllim oturdu, bir plan qurdu. Gündəlik. Bu gündəlikdə, dərsin əvvəlindəki gündəlikdə nələri bildirdi? Reallaşdırması nəzərdə tutulan alt standartı qoydu, mövzunu qoydu, məqsədi qoydu, məqsədə uyğun olan qiymətləndirməni seçdi, ona məqsədə uyğun olan fəaliyyətləri seçdi, inteqrasiyanı verdi və resursları müəyyənləşdirdi. Müəyyənləşdirdikdən sonra təlim nəticəsini bildirmişdi deyə dərsə getdi və dərsdə başladı fəaliyyətləri yerinə yetirərək, sonra şagirdləri qiymətləndirərək, sonda nəyə çatsın? Sonda təlim nəticəsini çatır. Aydındır? Bu da gündəlik planlaşdırma ilə bağlı mənim sizə deyəcəklərim. Gündəlik və yaxud da illik planlaşdırma ilə bağlı mənim sizə deyəcəklərim. Belə, dərs bu qədər idi. Çalışdığım qədər nümunələri falan da PDF-in içərisinə yükləmişdim və əlavə PDF-dən də istifadə elədim ki, yəni dərk eləyə biləsiniz ən azından verilənləri. Düzdür, burada uzun danışdım, bunun qısa versiyası da var. Yəni qısa danışa da bilərdim. Çox qısa formada izah eləyə bilərdim. Bir 10 dəqiqədən çox çəkməzdi belə izah eləyəcəyim şey. Amma çalışdım ki, çox bütün xırdalıqları bildirim ki, aydın olsun. Düzdür, belə bezdiricidir. Açıq uzun danışmaq mənə də xoş deyil. Mən də 10 dəqiqəlik qısa danışaraq izah eləməyin tərəfdarıyam. Amma ilk öncə qoy belə uzun olsun. Sonrakı videolarda daha rahat qısa versiyada, yəni sizə izah eləyəcəm ki, yəni gündəlik və yaxud illik planlaşdırma qısa olaraq nə deməkdir. Belə, mənim bu günlük deyəcəklərim bu qədər.